Son dövrlərdə uşaq qidalarına olan tələbat nəzərə çarpacaq dərəcədə artıb. Valideynlər körpələr üçün daha keyfiyyətli və təhlükəsiz məhsul almağa çalışdıqca, qiymət artımları da paralel şəkildə yüksəlir. Bəs bu qidaları seçərkən nələrə diqqət edilməlidir? Pediatrlar deyirlər ki, düzgün seçilməyən məhsul körpədə həzm problemi və allergiyaya səbəb ola bilər. Əsas seçim ana südüdür, lakin bəzi istisna halları vardır ki, bu zaman həkim tərəfindən uşaqlara süni qidalar təyin olunur, adaptasiya olunmuş qarışıqlar. Valideynlər ümumiyyətlə qidaları təyin etməməlidirlər, bunu yalnız həkim təyinatı ilə olmalıdır. Valideynlər bildirirlər ki, körpənin yalnız hazır qidalarına aylıq 120-180 manat, xüsusi qidalara ehtiyac olduqda isə 250 manata qədər vəsait tələb olunur. Uşaq yeməkləri indiki dövrdə çox bahadır, çünki uşaqları, anaların, ataların büdcələri ona imkan vermir. Elə uşaq yeməkləri var 20-25 manat, bəziləri 90 manat, hətta 100 manatdan artıq da olur. Bir qutusu 30-dan yuxarıydı, aya da 3 dənəsi gedirdi. Yəni bahaydı, məcbur alırdıq. 70-ə var, 80-a var, 40-a var. 50-yə var. İndi baxır ailənin büdcəsinə də. Yəqin ki, hər ailə öz büdcəsinə uyğununu alır. Münasib olmalıdır. Ailələr var, biraz çox uşaqlıdır. Nəzərə almaq lazımdır. İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, qiymətin bu qədər yüksək olmasının əsas səbəbi bu məhsulların ölkəmizə xaricdən ixal edilməsi ilə bağlıdır. Biz tam olaraq bu segmentdə ixal amilindən asılıyıq. Yaxşı, indi biz bunu söylüyoruz ki, yerli istehsalla biz bunu aradan qaldıra bilərik, amma uşaq qidası segmentinin istehsalının tərkib hissəsinə diqqət yetirəndə burada süddür, kərə yağıdır, vitaminlərdir, minerallardır. Yəni bu segmentlərin özünün biz ixalından asılıyıqsa, bu günlərin biz bunu ixal ediriksə, nə dərəcədə biz bunu tam şəkildə yerli istehsalını təmin edə bilərik? Ekspert deyir ki, yerli istehsalla bağlı stimullaşdırıcı addımlar atılarsa, həm qiymət stabilliyi yaranar, həm də bazarda rəqabət formalaşar. Belə olan halda isə valideynin üzərinə düşən yük bir qədər azalar.